Bizim salam aleyküm, axşamınız xeyir olsun. 2 dəqiqə, hələ 1 dəqiqə vaxtımız var. Kiminsə ürəyindən nəsə bir təklif keçirsə ki, müəllim bu cür eləyək, seminarımız daha faydalı olsun, təklifini səsləndirə bilər. Sonra mənim elə bir üzüm sanki kameraya doğru deyil, planşeti böyür üstə qoymuşam, onunla bağlıdır. Tamam, müəllim, necəsiz? Sən sakit dur orada, söndür oranı. Söndür Əlhəm. Mən yaxşıyam, Əlhəm. Sənlə biz başqa vaxt görüşürük. Sakit dur orada. Uşaqlar üçün deyim ki, burada olan uşaqlar üçün. Gərək mən də qrupa yazaydım. Siz sakit durun. Mən sizə faydası olar deyə qoşulun demişdim. Siz sakit durun orada. Nəsə soruşacağınız olsa sonra soruşarsınız. Müəllim, kim sakit dursun? Uşaqlar. Çünki nə sualınız olsa Bizi uşaqlar deyirəm. deyirsiniz. Aysa, Zəhra, sizi deyirəm. Siz nəsə bir sualınız olsa, öz WhatsApp qrupumuza yazarsınız, sonra bu seminardan sonra müzakirə edərik. Bu seminar sizin üçün nəzərdə tutulmayıb, amma mətn hamıya lazım olduğu üçün ona görə istədim ki, siz də qoşulasınız. Hər halda bir də eşitməkdən fayda olar. Həm də sizlərə danışmadığım məsələlərdən danışacaq. Ona görə istədim ki, iştirak edəsiniz. Amma siz sakit dursanız daha yaxşıdır. Oldu mu? Yaxşı müəllim. İndi saat 9 oldu. Mən birinci oradan başlayayım ki, dəyərli dinləyicilər, mətni anlamaq üçün ən birinci məsələ çox oxumaq. Yəni, oxumadan oxuduğunu anlamaq deyilən bir şey olmaz. Bu təkcə mətn oxumaqla kifayət eləməz. Yəni, kitab oxumaq lazım. İstəyər bədii olsun, istəyər publisistik olsun, yəni oxumaq lazım. Məsələn, ən çox oxusu olan, mütaliəsi olan xalqlar Yaponiyadır. Yaponiyadakı xalqdır, yəni Yaponlardır. Onlar ildə 27 kitab oxuyur. Məsələn, sonra ingilislərdir, ildə 23 kitab oxuyur. Bu, bir ayda 2 kitab demək. Biz isə bir Azərbaycanlı olaraq, hətta Azərbaycan ədəbiyyatı müəllimi olaraq, ildə 5 kitab oxumarıq, heç 2 kitab da oxumarıq. Ümumiyyətlə, elə adamlar var ki, heç oxumur, mütaliə eləmir. Uşaqlar da xüsusilə. Bizdə ilk növbədə oxuma vərdişi yaratmaq lazımdır. Ki, insanlarımız oxuduğunu anlasınlar. Oxuduğunu anlamaq üçün mütləq çoxlu oxumaq lazım. Amma indi bizim dərsimiz mətn üzrə işləmək, mətn üzrə işləyərkən necə eləmək ki, səhv etməmək, bu barədə danışacaq. Bilirik ki, MİQ imtahanında, sertifikasiya imtahanında 10 mətn düşür. 10 mətndən birində 3 sual olur. Yəni, belə çıxır ki, mətndən 12 sual, hətta 13 sual gözlənilir ki, mətn sualı 13 olsun. Mən dəqiq bilmirəm, bu il əslində 2025-ci ilin MİQ imtahanına 13 planlaşdırılırdı. Sonra mən o imtahana girməmişəm deyə bilmirəm, 13 sual oldu mu, yoxsa 12 sual oldu. Demək, suallardan, mətnlərdən 9-u təxminən 80-90 sözlük olur. Biri isə 130 sözlük olur. Təxminən 130-140 arasında sözdən ibarət bir mətn olur. Bu mətnlərdə, yekə mətn ki, bir qədər böyük mətn var. Orada mütləq mətnin strukturu ilə bağlı sual olur. Mətnin strukturu dedikdə, bu söz bizim üçün birazca yad kimidir. Yəni, struktur sözü indiyə qədər, deyək ki, son 3 il bundan qabağa qədər biz strukturdan bağlı suallar görməzdik. Amma son 3 ildə artıq mətndən sual tərtib edən mətn tərtibçiləri də o cür suallar salır və artıq bu sual tipi bizə tanışdır. Və həm də ən çətin
sual tipi. Çünki struktur suallarında abzas məsələsinə toxunulur, sonra məntiqi ardıcıllıq məsələsinə toxunulur, sonra ardıcıllıqdan başqa məntiqə uymayan cümlə, mətnin məntiqinə yad olan cümlə və ya məzmunu ilə çox da bağlanmayan cümlə kimi məsələlərə toxunulur. Əvvəlcə mən istəyirəm ki, birinci abzas məsələsinə toxunaq. Abzas nədir? Bunun deməli obyektiv, subyektiv səbəbləri olur bu çətinliyin. Bir, deməli çətinlik oradadır ki, abzas, deməli mətnin özündəki abzaslarda problem olur. Necə yəni problem olur? Deyək ki, hər hansısa bir publisistik mətin və hətta bədii mətin yazan yazıcı, şair, jurnalist, hər kimdirsə, özü abzasın tələblərinə riayət eləmir. Yəni, öz kefinə bilirsən abzasa düşür. Və indi görün nə olur? Mətn tərtibçisi bəzən abzasları birləşdirir və bizə belə bir sual verir. Və deyək ki, birinci abzas 3 abzasdan ibarətdir. Siz abzasların sərhəddini müəyyən edin. Deyək ki, ikinci, üçüncü abzasın hansı sözlə başlandığını bizə göstərir. Birdən elə olur ki, baxırsan, fikrin qırıldığını, fikrin dəyişdiyini hiss eləmirsən. Bax, əsas məsələ abzasda fikrin dəyişdiyini tutmaq. Ki, mən indi inşallah bir ekrana bir mətin gətirəcəyəm. O mətndə biz fikirlərin dəyişməyinə baxacaq ki, fikir dəyişir. Yəni, fikir dəyişəndə abzas əmələ gəlir. Düzdür, abzas bir vasitəsiz nitqlə bağlı da ola bilər. Ki, yəni təzə sətirdən tiri. Söhbət o abzasdan getmir. O abzasda fikir dəyişmir. Sadəcə olaraq vasitəsiz nitq verildiyi üçün, kiminsə nitqi verildiyi üçün təzə sətirdən tiri ilə verilə bilir. Hətta həmin nitqlər dırnaqda da veriləndə təzə sətirə, abzasa düşmür. Amma abzas o demək ki, orada fikir dəyişmiş olsun. Fikrin dəyişməsi abzası yaradır. Və bu məsələ dediyim kimi, bəzən müəlliflər özləri bu şərtlərə əməl etmədikdə və mətndə sual tərtibçiləri də bu nüansları nəzərə almadıqda o cür problem əmələ gələ bilir. Amma belə desək, bizdən asılı olmayan, subyektiv bizdən asılı olmayan səbəblər o heç. Onu qoyduq bir tərəfə. Amma bir dəqiqə icazə verin görüm. Qoşulmaq istəyənlərdən mi bağlı problem var, yoxsa nədir? Aha. Yəni, elə bir problem olmasa, abzas o deməkdir ki, orada fikir dəyişir. Fikir dəyişibsə, yenə abzas. Sonra, mətnin giriş əsas nəticə hissəsi ilə bağlı mən bilən nə uşaqlarda, nə də böyüklərdə elə bir problem yox. Adətən mətnin ilk abzası giriş olur. Nadir hallarda ikinci abzasda giriş hissəyə aid ola bilər və yaxud üçüncü abzasda. Eyni ilə mətnin son abzası da nəticə olur. Nəticə hissəsi də bir abzasdan ibarət olur. Çox nadir hallarda bu 2 abzas və yaxud 3 abzas kimi ola bilər. Bu çox nadir hallarda. MİQ mətnlərində isə ümumiyyətlə olmaz. Yəni, sertifikasiya mətnlərində isə olmaz. Zaten mətn balacadır. Yəni, orada giriş və yaxud nəticə hissəsi 2 abzasdan ibarət olmaz. Sonra, mətnlə bağlı ən əsas məsələ mətndə tezis məsələsidir. Bir də xülasə. Yəni, müəllimlərin, bir çox adamların çaşdığı məqam tezis və xülasə. Mənim əslində bugünkü seminarda əsas məqsədim odur ki, tezis və seminarı aydınlaşdıra bilim. Ki, hər kəsin beynində bir duyğuluq əmələ gəlsin ki, tezis nədir, xülasə nədir? Başlayaq tezisdən. Tezisdən başlamamışdan qabaq mən sizə bir mətn gətirim ekrana. O mətnə baxaq. Ondan sonra fikrimizi davam eləyək.
Aha, gördüyünüz bu əkinçi mətnini mən səsləndirirəm. Çünki onun üstündə istəyirəm ki, tezis məsələsinə baxaq, elə o cümlədən abzas məsələsinə də. Şərur düzündə öz halal zəhməti ilə gün keçirən bir qoca əkinçi yaşayır. Xeyirxah və əməksevər olduğu üçün hamı ona hörmət edərdi. İşi ağır olsa da, əkinçi heç vaxt şikayətlənməz, axşam evinə gülərüz qayıdardı. Bu hissə birinci abzasdır. Burada təsadüfən necə olubsa, yəqin ki, əlim dəyib. Xeyirxah sözü sanki təzə abzasa düşüb. Xeyr, o təzə abzas deyil. Elə əkinçi yaşayırdının arxasıdır. Bir gün, bu yerdə istəyirəm ki, niyə əsas hissənin bir gündə başladığını anlayaq. Çünki yeni bir əhvalata keçirik. Yəqin ki, hiss edirsiniz. Əvvəlcə bizə giriş hissədə bir əkinçi haqqında məlumat verirlər. Şərur düzündə öz halal zəhməti ilə gün keçirən bir qoca əkinçi yaşayırdı. Xeyirxah və əməksevər olduğu üçün hamı ona hörmət edərdi. İşi ağır olsa da, əkinçi heç vaxt şikayətlənməz, axşam evinə gülərüz qayıdardı. Burada bəli, bir əkinçi haqqında bizə fikir söylənilir və burada birdən-birə bir gün deyəndə təzə bir əhvalat başlayır. Bu həm mətnin əsas hissəsinin başlaması deməkdir, həm də yeni bir abzasın başlaması deməkdir. Bir gün əkinçi tarlada yer şumlayanda gördü ki, qartal caynağına aldığı leyləyi sal daşa çıxdı. Qartal leyləyin üstünə bir də şığmaq istəyirdi ki, əkinçi tez özünü leyləyə getirdi. Qartal havada bir neçə dövrə vurdu və gözdən itdi. Leyləyin qanadları sınmışdı. Əkinçi leyləyi evə aparıb bir müddət qulluğunda durdu. Yaralarını sağaltdı. Leylək sağalandan sonra əkinçi onu gətirib çölə buraxdı. İndi niyə yeni abzas başlayır? Çünki tamam başqa bir fikir başlayır. Tamam başqa bir yerə keçirir. Yəni bir qırılma var. Bir fərqli məqam başlayır. Fərqli bir hadisə başlayır. Ona görə də yeni abzas başlayır. Əkinçi bir gün şuma toxum səpəndə leyləyin gəldiyini və bura bir neçə toxum atıb getdiyini gördü. Vaxt vədə çatdı. Taxıl yetişəndə əkinçi gördü ki, leyləyin gətirdiyi toxumlardan bitən sümbüllər qızıldandır. O qızıl sümbülləri toplayıb evə gətirdi. Oradan niyə xətt düşdü ki? Evə gətirdi. İndi gördüyünüz kimi təzədən yeni bir fikir başlayır. Bu ölkənin zalım bir şahı vardı. Ona görə biz yeni abzasa keçirik. Çox keçmədən padşah hadisədən xəbər tutdu və əkinçini məcbur etdi ki, bu sirri ona açsın. Yoxsa kəndin külünü göyə sovuracaq. Əkinçi əlacısız qalıb leyləklə bağlı hadisəni padşaha danışdı və leyləyin əlamətlərini də dedi. İndi yenə təzə abzas. Niyə təzə abzas? Çünki yenə hadisələr dəyişdi. Padşah leyləyi tələ qurdurub tutturdu. Çünki təzə bir hadisə, təzə bir məqam başlayır. Əvvəl qanadlarını qırdı, sonra böyük qayğı ilə ona qulluq etdi. Leylək sağalandan sonra onu havaya uçurdu və hər gün onun qayıtmasını səbirsizliklə gözlədi. Bir gün leylək həqiqətən qayıtdı və bu dəfə ağzında gətirdiyi toxumları saraya atıb getdi. Yenə təzə abzas başlayır, çünki təzə fikir başlayır. Yəni, leylək gəldi, işini gördü, getdi. Şahın əmri ilə toxumları əkdilər. Bir neçə gündən sonra sarayın ətrafını çol-çoz başına götürdü. Hökümdarın xidmətçiləri nə qədər çalışsalar da, çol-çosun kökünü kəsə bilmədi. Bəli, bu bizim əhvalat. Yəni, əsas əhvalat, əsas hissənin hadisəsi. Və çol-çoz da ki, hər yeri bürüdü, bizdə əsas hadisə bitdi. İndi gəlir nə? Nəticə hissəsi və yeni bir abzas. Padşah başa düşdü ki, leylək onun hərəkətini mərhəmət, yaxşılıq kimi yox, qəddarlıq, zülm kimi qiymətləndirir. İndi gəldik tezis. Biz tezisimizi bu mətnin üzərində öyrənəcəyik. Tezis nədir? Gördüyünüz kimi yazmışıq, mətndən çıxardığın iddia, qənaət, ideyadır. Əvvəlcə gəlin ideyadan başlayaq, çünki biz ideyanın nə olduğunu bilirik. Müəllifin, yəni mətni yazanın oxucuya çatdırmaq istədiyi fikir ideya. Məhz
iddia, qənaət də ideya kimi bir şeydir. Düzdür, ideya ümumi mətndən çıxır. Amma iddia, qənaət təkcə ümumi mətndən çıxmaz. Təkcə ümumi mətndən çıxmaz. Yəni, bir abzasdan, iki cümlədən də çıxa bilər. İki faktdan da çıxa bilər. Ona görə tezisi necə deyirik? Deyir ki, tezis iki tərkib hissədən ibarətdir. Müddəa və fakt. Yəni, bizi bir faktdan belə, hətta bir faktdan belə müddəa irəli sürmək olar. Müddəa nədir? İddia. Bizim gəldiyimiz qənaət. Yəni, sən bir şey görürsən, o şeydən bağlı bir qənaətə gəlirsən. Buna induktiv məntiqi təfəkkür deyirlər. Yəni, sən faktlardan, xüsusilərdən ümumi nəticə çıxarırsan. İdeyanın özü də o deməkdir. Yəni, biz ümumi bir mətn oxuyuruq, oradakı faktlardan bir nəticə çıxarırıq. Və o nəticə bizim ideyamız olur. Eyni zamanda o həm də qənaət olur. İndi bu mətnin ideyası yəqin ki, hamı üçün aydındır. Deyir, nə əkərsən, nə tökərsən aşıya, o da çıxar qaşığıya və yaxud nə əkərsən, onu da biçərsən. Bu bizim mətnimizin ideyasıdır. Həm də bu ideya öz-özlüyündə nədir? Qənaətdir, müddəadır. Yəni, bizim gəldiyimiz qənaət. Amma məsələ təkcə onunla bitmir. Yəni, ideya ilə bitmir. Biz balaca-balaca ideyalarda irəli sürə bilərik. Yəni, balaca-balaca iddialarda irəli sürə bilərik ki, düzdür, o mətnin ideyası olmaz, amma biz o mətnimizdən o cür qənaətə gələ bilərik. Məsələn, quş da yaxşı və pisi anlayır. Bunun faktı nə idi? Leylək onun qolunu sağaldan, qanadını sağaldan, əkinçiyə qızıl toxumlar gətirmişdi. Amma onun qanadını sındırıb sonra sağaldan padşaha isə qızıl yox, çolçoz toxumları gətirmişdi. Yəni, qızıl sümbüllər getirən toxumlar yox, çolçoz toxumları gətirmişdi. Demək, biz o faktdan da bir hökm irəli sürə bilirik. Bir iddia irəli sürə bilirik. Yəni, bizim gəldiyimiz qənaət, bizim irəli sürdüyümüz iddia, mətndə o iddia kimi verilməmiş ola bilir. Hətta ola bilər ki, mətnin özündə də tezislər ola bilsin, iddialar ola bilsin. Amma o da müddəa olar. Amma faktlar, mətndən çıxardığı, götürdüyümüz faktlar, o heç vaxt müddəa olmaz. Məsələn, belə desək ki, bu mətndən belə bir tezis çıxarsaq ki, güya tezisdir. Padişaha deyək ki, çol-çoz toxumları gətirir, leylək. Bu iddia deyil, bu hökm deyil, o fakt. Və yaxud üçüncü müddəamıza baxaq, yəni tezisimizə baxaq. Yaxşı insanların əməli də yaxşı olur. Biz onu hardan görürük? Birinci abzasda, giriş hissədə biz görmüşdük ki, bir halal zəhməti ilə yaşayan qoca əkinçisi var idi. O xeyirxah və əməksevər olduğu söylənilirdi. Və nəticədə nə oldu? Onun hərəkətləri də yaxşı oldu. Çünki getdi leyləyi, qanadı sınmış leyləyi gətirdi, əziyyətinə qatlaşdı. Onu sağaltdı. Yaz ki, bunda, Kleopatrada, kurslarda. Bilirim. Evet. Hiçbir şey. Zəhmət olmasa səsizi bağlayardınız. Zəhmət olmasa. Aha. Demək, sonra dördüncü bir tezisimizə baxaq. Yüksək mövqe sahibləri də səhvə yol verirlər. Və ya səhvə yol verə bilərlər. Biz bu qənaətə hardan gəlirik? Bu qənaətə də padişahın elədiyi səhvdən gəlir ki, padişah qızıl qazanmaq üçün güya yaxşılıq edirəm deyib, leyləyi tap tutturdu, qanadlarını sındırdı, sonra özü çox diqqətlə qulluq edib sağaltdı. Amma bu bir səhv idi. Demək, o faktdan belə bir müddəa irəli sürə bilirik ki, tezis irəli sürə bilirik ki, yüksək mövqe sahibləri də səhvə yol verilir. Sonra elə ona oxşayan başqa bir müddəa irəli sürmək olar. Hər qərar doğru olmur. Hər qərar doğru olmur. Bax, bu özü də bir müddəadır. Çünki hansı qərar idi doğru olmayan? Padişahın leyləyi tutturub, qanadını sındırıb, sonra sağaldıb, əvəzində də düşünməsi ki, o mənə qızıl sümbüllər gətirəcək. Bax, bu bizim oxuduğumuz faktlardan gəldiyimiz qənaətdir. Və yaxud altıncı bir qənaət irəli sürmək olar müddəanı.
Hər əməl istədiyin, gözlədiyin nəticəni vermir. Yəni, buradan biz padişahın hərəkətindən onun əməli bir umduğu qızıl umurdu, amma o nəticəni vermədi. O leylək tərəfindən fərqli dəyərləndirildi. Bax, bilmirəm nə dərəcədə fikrimi izah eləyə bildim. Müddəa, iddia, qənaət, ideya bizim oxuduğumuzdan gəldiyimiz nəticədir, hökmdür. Biz oxuduğumuzdan hökm irəli sürürük. Buna induktiv məntiqi təfəkkür deyirlər. Yəni, xüsusilərdən ümumi nəticəyə gəlmir. Bax, onda bu olur tezis. Və xülasə nədir? Xülasə, mətndəki əsas faktları öz yığcam ifadə elədiyim fikirdə göstərmir. Bax, burada çox ciddi məsələdir bu. Hətta 1000 il bundan qabaq Xətib Təbrizi elmdə əsas və əsas olmayanları ayırmağı irəli sürüb. Hətta 1000 il bundan qabaq. İndi bizim bu əkincinin deyək ki, xülasəsini yazırıq. Əslində, xülasə adətən elmi mətnlər və publisistik mətnlər üçün keçərli bir üsul. Amma tutaq ki, indi bizim qabağımızda əkinçi var. Biz əkincidən danışarkən, məsələn, burada belə xırdalamaq ki, bu cümlələri demək, o xeyirxah idi, əməksevər idi, işi ağır idi, amma heç vaxt şikayətlənməzdi. Biz ancaq o abzasdan bağlı, birinci abzasdan girişdən bağlı belə deyə bilərik ki, hörmətli, zəhmətkeş bir əkinçi var idi, onun başına bir hadisə gəlmişdi. O, qanadı sınmış leyləyin qanadlarını sağaltmış, sonra təbiətə buraxmışdı. Biz əsas faktları söyləməliyik. Leylək də ona minnətdarlıq olaraq elə toxumlar gətirmişdi ki, həmin toxumlar qızıl yetişdirmişdi. Sonra bunu həmin ölkənin zalim padişahı bilmiş, əkincidən hər şeyi öyrənmiş və həmin quşu tutturub, leyləyi tutturub, eyni ilə qanadlarını sındırmış və yenə sağaltmaq istəmişdi. Sağaltmaq istəmişdiyində sağaltmışdı. Nəticədə isə leylək onun hərəkətini deyək ki, mükafatlandırmaq yox, cəzalandırmaq qərarına gəlmiş onun hərəkətini və ona çol-çoz toxumları gətirib vermişdi. Padişah da öz səhvini anlamışdı. Düzdür, bədii mətndən xülasə çıxarmaq biraz əsərin məzmununu danışmağa bənzəyir. Amma, məsələn, publisistik mətn olanda, bəli, orada əsas faktları, elmi mətn olanda əsas faktları seçmək lazımdır. Dəyərli dinləyicilər, indi bu danışdıqlarımızı nə dərəcədə mənimsəmişik deyə mən sizə indi MİQ mətnləri təqdim eləyəcəyəm. Amma ondan qabaq bir məsələni də vurğulayım, sonra sizə mətnləri təqdim eləyim. Qarşıda sertifikasiya və MİQ imtahanlarında cədvəlli, sxemli mətn sualı da gözlənir. Bu, əslində 2025-ə planlaşdırılırdı, amma bu il düşmədi. Mən bunun düşməmə səbəbini belə düşünürəm ki, əslində MİQ-in bazasında, yəni MİQ imtahanı hazırlayan şəxslərin bazasında o tip suallar olmuyor. Biz Azərbaycan dili müəllimləri o tip sualları hazırlamağa əziyyət çəkirik. Bizdə o vərdiş yoxdur. O vərdiş yoxdur deyə, qoy mən bir dənə mesaja cavab verim. Biz demək ki, həmin sualları hazırlaya bilmirik, hazırlama vərdişimiz yoxdur. Görünür, ona görə o bu il düşmədi. Gələn yəqin ki, düşəcək. Ya bəlkə daha bir il sonra düşəcək. Yəni, üzümüzə gələni və yaxud növbəti ildə düşəcək. Mən sizi o cür sualların biri ilə tanış eləmək istəyirəm və istəyirəm ki, o sualları görəndə belə çəkinməyəsiniz. Əslində, o suallar yəqin ki, bir neçə il bəsit olur.
və həm də sizdə suala qarşı belə bir sual verir. Deməli, sxem, cədvəl tipli mətn sualları. İndi mən onu lap göstərim sizə. Bir dəqiqə. Bir dəqiqə. Bax, burada gördüyünüz, məsələn, 5-ci sual var. Yəni, belə bir sualla qarşılaşanda, bu biraz çətin sualdır. Mən elə belə həm də şagirdlərin qiymətləndirməsini öyrənmək üçün bu tip bir sual hazırladım ki, KSG və BSG-lərdə ballar necə hesablanır. Həm də eyni zamanda, yəni bu tip bir sual görəndə çəkinməmək, qorxmamaq lazımdır. Yəni, cədvəl görəndə çaşmayın. Üstəlik, üstə gəlin, hələ biz müəllimlərdə mən bir şey müşahidə eləmişəm. Deyir ki, biz alim kimi bizə elmi mətn düşür. Və yaxud biz hakimikmi, vəkilikmi bizə qanundan mətn düşür. Mən Azərbaycan dili ədəbiyyat müəllimləri. Yəni, mənim nə MİQ sualı hazırlamıram, nə sertifikasiya sualı hazırlamıram. Ümumiyyətlə, mən heç sarayla, heç bir yerdən əməkdaşlıq eləmirəm. Yəni, ora sualzad vermir, bu başdan deyim. Ya da mən orada bir söz sahibi deyil. Amma mən bu yaşımda saçımı, saqqalımı ağartmış bir müəllim olaraq bu qənaətdəyəm və MİQ-ə o cür sualı salanlara, sertifikasiyaya o cür sualı salanların da doğru yolda olduğunu düşünürəm. Yəni, bir ali təhsilli müəllim, nəinki ali təhsilli müəllim, orta təhsili, tam orta təhsil almış bir Azərbaycan vətəndaşı o elmi mətni də oxuyub başa düşməlidir. O, rəsmi işgüzar sənədi də oxuyub başa düşməlidir, publisistiki də bədii. Yəni, mən hakim deyiləm, mən vəkil deyiləm, mən alim deyiləm deyib, mən elmi mətni başa düşməyə borclu deyiləm. Belə anlayış yox. Düzdür, çox çətin elmi mətnləri başa düşməyə bilərik. Məsələn, deyək ki, qeyri-səlis məntiq nəzəriyyəsini oxuyum, mən onu anlayım. Hə, bizim qarşımızda elə bir tələb qoyulmaz və qoyulmaz. Amma, məsələn, biz qanunları oxuyub başa düşməliyik. Bu bizim borcumuz. Biz xarici ölkə vətəndaşlığı qəbul eləmək istəyəndə, biz xarici getmək istəyəndə, bizə deyək ki, ölkənin qanunlarını bilib-bilməməyimizlə bağlı suallar verilir. Əgər o qanunları bilmiriksə, bizi ölkənin vətəndaşı kimi qəbul eləmir. Demək, biz öz ölkəmizin qanunlarını da oxuyub başa düşməliyik. Yəni, buradan yaxamızı kənara çəkmək olmaz. Ümumiyyətlə, hələ görünür gələcəkdə. Bizim, deyək ki, dil biliyimizi, oxuyub anlama biliyimizi çox sadə şəkildə yoxlayırlar. Çox sadə şəkildə. Görünür gələcəkdə bu SRT imtahanında iştirak edirlər, uşaqlar gedir, xarici dil imtahanları falan verir. O cür uşaqlar üçün. Orada o tip suallar gələcək yəqin ki bizə. Müəyyən vaxt ərzində, özdə vaxt ərzində, sürətli şəkildə cavablandırır. Və bir Azərbaycan dili ədəbiyyat müəllimi daha çox anlamağa borçlu, daha çox anlamalı. Çünki xalq bizə müraciət edir ki, bu qaydanı necə başa düşürsünüz? Mənim yadıma gəlir, bir şagirdim var idi. Müəllim işləyəndə imtahan qayda qanunları ilə bağlı nəsə mənə bir sual verdi. Mən də ona dedim ki, müəllim, abituriyent jurnalında var o. Dedim, müəllim, oxuyub başa düşmürəm. Dedim, müəllim, onda hələ bu kurikulumzad gəlməmiş. Dedim, müəllim, o nə demək? Sən ali təhsilli müəllim, nətər yəni mən abituriyent jurnalını oxuyub başa düşmürəm. Vallah, dedim, izah eləmərəm. Özün oxu, özün başa düş. Yəni, bizim oxuyub başa düşmək borcumuz. İstəyirəm ki, birinci beyninizdə onu düşünəsiniz. Və yaxud indi burada bir cədvəl görürsünüz. Müəllim, biz bu cədvəli necə başa düşək? Niyə başa düşməyək ki? Biz orta məktəbdə, riyaziyyatda, coğrafiyada bu tip çoxlu cədvəllər var. Biz orta məktəb keçib gəlmişik və bu cədvəlləri də anlamağa borçluyuq. Bu məsələni də demiş olub. İndi o sualı keçməmişdən mən balacalaşdırım. Burada elə bir bu mətn 140 sözlükdür. Bir azca MİQ mətnindən elə bil yekər. Mən sadəcə burada baxırsınız, həm mətnin strukturu, həm
mətni anlamaqla bağlı, mətnə əsasən hansı sualların cavabını müəyyən etmək olmur. Mətnə əsasən tezis, müddəa ola bilən fikirləri müəyyən edin. Bir də mətnin xülasəsi yazılarkən hansı cümlələrin istifadəsi məqsədə uyğundur. Bax, bu 4-cü, 3-cü, 2-ci və 1-ci sualların hamısı bizdə miqdə və sertifikasiyada düşür. Yəni, iştirak eləyəniniz varsa, o cür suallara rast gəlmişsiniz. Məsələn, ən çətin suallardan biri, məsələn, bu 4. Məsələn, oxuyur oxucu, müəllim, imtahan verən müəllim, görür ki, yazır, mətnin xülasəsi yazılarkən hansı cümlənin istifadəsi məqsədə uyğundur. Və görür ki, bu hamısı mətndən seçilmiş cümlələr, mətndən seçilmiş fikirlər və başlayır tərəddüd eləməyə. Xülasə üçün əsas faktları seçmək lazımdır. 3-də də məsələn, tezis, müddəa nə deməkdir? O sənin gəldiyin qənaət. Və yaxud mən bura bir ikinci sual qoymuşam. İndi balacalaşdıracağam, siz onda özünüz baxarsınız. Burada mən diqqətinizi yoxlamaq, yəni biz diqqətli olmalıyıq. Bu diqqətli olmaqla bağlı sizə bir əhvalat danışım. Bilmirəm, Facebook üzərindən idi, kimsə mənə yazmışdı Messengerdən. Ki, müəllim, sizə bir sual verəcəyəm, mən bir suala cavab vermişəm, amma cavab düz deyil. Əvvəlcə dedim ki, nədir? O mətni mənə oxudu. Əvvəl özü danışdı, dedim ki, elə olmaz müəllim. Sən zəhmət olmasa, mətni mənə oxu. Demək ki, o deyərsən PISA qiymətləndirməsi mətni idi. Çünki PISA qiymətləndirməsində belə cümlə belə olur da, bu fikir doğrudumu, yanlışdırmı, bu fikir doğrudumu, yanlışdırmı. Bax, mən gözləyirəm ki, gələcəkdə bizə də o tip suallar düşsün. Yəni, bizdə indi ən asan variantla yoxlayırlar bizi. Sonra gələcəklə belə dünyanın istifadə elədiyi dili, oxuyub anlama biliklərini qiymətləndirmə üsullarından istifadə edəcək. Məsələn, orada belə bir fikir var. Yazmışlar ki, belə bir qənaət formalaşıb ki, süd içən adamlarda, uşaqlarda daha doğrusu, süd içən uşaqlarda qarın pozulması daha çox müşahidə olunur. Amma deyir, bu yanlış fikirdir. Əslində, süd içməyən uşaqlarda süd içənlərə nisbətən qarın pozulması daha çox olur. İndi nə olur? Belə bir fikir veriblər ki, süd içməyənlərdə qarın pozulması daha çox olur. Və bunu oxuyan oxucu yazıbdır ki, onu mənə sualı göndərən müəllim. Ki, bu fikir düzdür. Deyir, amma müəllim, yanlış çıxdı. Deyirəm ki, qardaşımdır, bacım heç bilmir. Deyirəm ki, onda sizin sözünüzdən belə çıxır ki, siz bu fikri doğru götürəndə, deməli, bütün süd içməyənlərin elə qarnı pozula-pozula gedir. Bir, burada elə yazılı bax. Deyirəm, orada elə yazılmıyor. Yazıb ki, süd içənlərə nisbətən daha çox pozulur. Bu o deməkdir ki, deyirəm, 10.000 süd içən uşağın içində 5-inin qarnı pozulursa, 10.000 süd içməyən uşağın içində 10'nun qarnı pozulur. Və ya 7'sinin 8'inin qarnı pozulur. Bu, onunla nisbətdə daha çoxdur. Bir dənə o nisbətdə sözünü, oradakı məntiqi tutmadan gəlir fikir olursa, ona görə mətn oxuyarkən, yəni anlama, qavrama önəmli şərtdir. Yəni məntiqi. Bunun üçün də sözsüz ki, çox oxumaq lazımdır. İndi sizə belə deyək, bugünkü dərsin bir faydası olsun deyə, düşünürüm deyə. İstəyirəm ki, əvvəlcə siz bu 6 sualı eləyəsiniz. Təxminən bu 6 sualı eləməyə, nə bilim, bir 15 dəqiqə vaxt bəs eləyər. 15 dəqiqə. Özünüzü bir sınayın. Burada az qala bütün sual tipləri var. Burada səbəb-nəticə var. Səbəb-nəticədə, bax, məntiqi çaşmayasınız. Səbəb-nəticənin məntiqini tutmaq çox önəmli məsələdir. Sizə mən bir 15 dəqiqə vaxt verim. Bu sualları cavablandırın. Ondan sonra bu sualların üzərində işləyək, bu mətn suallarının belə düşünürüm ki, daha çox faydası olar. Bu, mən bağlaya bilmir. Aha, siz buranı xətləmin. Buyurun, mən sizi gözləyirəm. Ekranı yaxınlaşdıra bilmirsiniz. Mümkündürsə telefonla skrin eləyin, sonra eləyin. Bilmirəm, neçə vallahi mən də bu texniki yaşlı adamam. Sizə elə o barədə çox da
kömək eləyə bilmirəm. Mən yekəltsəm biraz yekəldə bilərəm, qoyun görüm birazsa. Bundan çox yekəltsəm olmur daha. Bilmirəm, belə faydası oldu mu?
Değerli dinləyicilər, burada sakitcə durdum, darıxdım. İstəyirsiniz, müzakirə etməyə başlayaq. Demək, dəyərli dinləyicilərimiz, iştirakçılarımız, başlayaq birinci sualdan. Böyüdürəm, həm də ekranda rahat görək. Əvvəlcə mətni bir oxuyuram, bəlkə kimlərsə yaxşı oxumaqda əziyyət çəkib. Mixail adı ilə tanınan qəhrəmanımız kim olub? Bu, elə mətnimizin giriş cümləsidir və bir cümlədən ibarət bir abzas və mətnin giriş hissəsi. Mehdi Hüseynzadə 1942-ci ildə Kalat şəhəri ətrafında gedən döyüşlərdə yaralanaraq almanlara əsir düşür. 1943-cü ildə isə bir dəstə Azərbaycanlı əsir ilə qaçaraq Yuqoslaviyaya, İtaliya partizanlarına qoşulur. Yuqoslaviya və İtaliya partizanlarına qoşulur. Burada bir məsələyə də baxırsınızmı? Abzaslar tək-tək cümlələrdir. Niyə? Çünki fikirlər sürətlə dəyişir. Bu bir ixtisar olunmuş mətindir. Əvvəlcə müharibədə gedib əsir düşməsi, sonra tamamilə fakt dəyişir, fikir dəyişir. Əsirlikdən qaçıb Yuqoslaviya, İtaliya partizanlarına qoşulması, sonra, məsələn, yenə təzə abzas başlayır. Niyə? Çünki partizanlıq fəaliyyətinə keçirik. Partizanlıq fəaliyyəti zamanı Mehdi Opçina kinoteatrını, Alman hərbi xidmətçilərinin yeməkxanasını, İl Puklo qəzetinin redaksiyasını, 200 tonluq benzin ambarını partladır. Udneze şəhərində 700 partizan və Sovetəsirini xilas edir. Məsələn, bu da bir fəaliyyət dövrüdür. Sonra yenidən təzə bir abzas başlayır. Niyə? Çünki fikir dəyişir. Əsir düşən Mehdini 160-cı Alman diviziyasının komandiri İsrafil Bəyov, Məmməd Əmin Rəsulzadə SSR-yə qarşı Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə səsləyirlər. Mehdi də təklifi qəbul edir, Sovet İttifaqına qarşı vuruşur. Yenidən fikir dəyişir. Ona görə yeni abzasa başlayır. Partizanlıq etdiyi dövrlərdə Sovetlərdən ona Məmməd Əmin Rəsulzadəni İsrafil Bəyovu öldürməsi ilə bağlı əmr gəlir. Mehdi isə bu əmri yerinə yetirməkdən imtina edir. Yenə təzədən fikir dəyişir. 1944-cü ildə növbəti əməliyyatdan geri dönərkən Sovet kəşfiyyatı Mehdini ələ verir. 26 yaşlı Mehdi faşistlərlə döyüşdə ağır yaralanır, çoxlu qan itirərək həlak olur. Və burada Mehdi ilə bağlı olan hər şey qutarır. Və bir nəticə hissəsi var, bir cümlədən ibarət. Deyir ki, 1957-ci il aprelin 11-də Sovet İttifaqı qəhrəmanı adı verilən Mehdi Hüseynzadənin məzarı indiki Sloveniyada Sepovani kəndindədir. Və bizim mətnimiz qutardı. İndi mətnin strukturu ilə bağlı yanlış fikirləri müəyyən edin. Deyir, əsas hissənin 4-cü abzası yerində işlənməmişdir. Birinci abzası çıxırıq, əsas hissənin 4-cü abzasına baxın. 4-cü abzas hansıdır?
Əsir düşən Mehdini 160-cı Alman diviziyasının komandiri İsrafil Bəyov, Rəsulzadə SSRİ-yə qarşı Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə səsləyirlər. Mehdi də təklifi qəbul edir, Sovet İttifaqına qarşı vuruşur. Bilmirəm, siz bunu tutmuşdunuz yoxsa yox. Çünki 1942-ci ildə deyək ki, Almanlara əsir düşür. Sonra 43-cü ildə əsirlikdən qaçır. Amma sonra təzədən bizə Almaniyada, yəni Almanların əsirliyində olan bir fikir verilir 4-cü abzasda. Demək, biz orada anlamalıydık ki, bu 4-cü abzas, əsasən 4-cü abzası 1942-ci ildə Kalat şəhəri ətrafında gedən döyüşlərdə yaralanaraq Almanlara əsir düşürdən sonra gəlməliydi. Çünki burada deyir ki, əsir düşən Mehdini 160-cı Alman diviziyasının komandiri. Bax, burada əsir düşür. Növbəti abzas belə olmalı. Əsir düşən Mehdi ilə Rəsulzadə və İsrafil Bəyov görüşür. Bax, onda, deməli, bu strukturda abzasların yerində dəyişiklik var. Ona görə bu fikir doğru idi. Deyir, bəzi abzaslar eyni abzas daxilində olmalıdır. Bəzi abzaslar eyni abzas daxilində olmalıdır. Qətiyyən elə bir şey yox. Biz bayaqlarım gördük ki, bir cümlədən ibarət abzaslar olsa da, hər bir abzas necə idi? Təzə bir fikir başlanğıcı idi. Orada hər birində təzə fikir yarandığı üçün, təzə fikir söyləndiyi üçün, fikirlər dəyişdiyi üçün yeni abzasa keçmək lazım idi. Sonra 3-də yazır ki, mətndə ziddiyyət yaradan fikirlər var. Xeyr, mətndə ziddiyyət yaradan fikir yoxdur. Hər şey yerindədir. Burada problem yoxdur. Sonra 4-də deyir, məntiqi əlaqəni pozan abzas, yəni bu əsir düşən Mehdinin 60-cı Alman diviziyasının komandiri ilə görüşməsi. Həmin deyir, abzas 3-cü abzas kimi verilməlidir. Yəni, Mehdi Hüseynzadə 1942-ci ilə Kalat şəhəri ətrafında gedən döyüşlərdə yaralanaraq həlak olur. Bəli, bax, ondan sonra yaralanaraq Almanlara əsir düşür. Bax, həmin abzasdan sonra verilməlidir. Deməli, 1-ci və 4-cü fikirlər düz idi. Amma 2-ci və 3-cü fikirlər səhv idi, cavab A idi. Bilmirəm nə qədər aydın izah elədim. Gəldik 2-yə. Biz adətən suallara cavab axtararkən birbaşa axtarırıq. Ki, məsələn, Mehdi neçə yaşında ordu sıralarına qoşulub və baxıb görürük ki, o sualın cavabı sanki yoxdur. Burada yazıb ki, Mehdi Hüseynzadə 1942-ci ildə Qalat şəhəri ətrafında gedən döyüşlərdə yaralanaraq Almanlara əsir düşür. Axşamınız xeyir müəllim. Mənim burada birinci sualda partizanlıq fəaliyyəti zamanı belə bir abzas var. Orada həmin abzası bir də partizanlıq etdiyi dövrdə Sovetlərdən ona təklif gəlmişdi. O abzas eyni olmalı deyil. Müəllim, o təklifdən o binaları partlatması fikirlərini eyni mi hesab eləmək istəyirsiniz? Bax, çox da ki, ikisi də partizanlıq dövründədir. Biri onun partizanlıq fəaliyyətidir, biri. Biri də onun görüşüdür. Yəni, onunla gəlib xüsusi görüşüblər. Bu görüş tamam başqa bir fikir bizə ifadə edir, bizə tamam başqa bir fikir söyləyir. Özü də, yaxşı, siz onu dalbadal mı qoymaq istəyirdiniz? Burada xilas edirin arxasından əsir düşən, orada mı qoymaq istəyirdiniz ki, arxasından o gəlsin? Eyni fikirdir deyənə, bəli. Müəllim, partizanlıqla əsirlik özdə eyni vaxtda deyil axı. Müəllim, bu əsir düşəndə partizanlıq eləməyib, əsir düşəndə əsir idi. Əsirlikdən qaçandan sonra partizanlıq eləyib. Əsirlikdən qaçandan sonra partizanlıq eləyib. Əsir olanda partizan olmaq olmur ki, əsir olanda həbs düşərgəsindəsən. Həm də heç o cür uyğun gəlmir, müəllimə. Şimdi izah eləyə bildim sizə. Bəli. Partizanlıq başqa şey, əsir olmaq başqa şey. Əsirlikdən qaçandan sonra partizanlıq eləyib. İndi burada sizə sualı oxuya-oxuya bir şeyin də yanlışlıq gördüm. Çünki mən bu mətni ixtisar eləyəndə deməli, Mehdi Hüseynzadə 1942-ci ildə Kalat şəhəri ətrafında gedən döyüşlərdə orada sözü
Aha, burada hə, birin cavabı olmur. Qoy görüm testdə cavab çıxır mı? Demək, əslində, bax o. Demək, bu 42-ci ildə olmadı. Bax, gələk belə yazaydım, heç olmasa. Ki, 42-ci ildə ordu sıralarına qoşulan Mehdi Kalat şəhər ətrafında gedən döyüşlərdə yaralanaraq Almanlara əsir düşür. Hə, orada nə isə mən özüm bir yanlışlığa yol vermişəm. Çünki Mehdinin neçə yaşında ordu sıralarına qoşulubu çıxmır. Əslində, mənim məqsədim o idi ki, bu mətni yazanda oxucu 26 yaşlı Mehdi faşistlərlə döyüşdə ağır yaralanır və qan itirərək ölür 44-cü ildə. Oradan təvəllüdü çıxarsın, 44-dən 26-nı çıxsın və orada 18-ci il olsun. Sonra da 42-ci ildə döyüşə gedəndə onun deyək ki, 24 yaşı olsun. Fikrimi izah eləyə bildim. Əslində, mən onu deyək ki, tələ sual kimi qoymuşdum ora. Amma orada lap başda qeyd eləməmişəm ki, məsələn, belə ki, 1942-ci ildə və ya 1941-ci ildə ordu sıralarına qoşulan Mehdi Hüseynzadə 42-ci ildə Kalas şəhər ətrafında gedən döyüşlərdə yaralanaraq Almanlara əsir düşür. Demək, burada mən məqsədimi yerinə yetirəməmişəm. Deməli, bir səhvdir. Çünki ordu sıralarına zaten qoşulma ilə fakt yox. Görək, onda düz cavab çıxacaq. Mehdiyə Sovet İttifaqı qəhrəmanı adı niyə ölümündən 13 il sonra verilib? Bunun da cavabı yox. Məsələn, bunun da cavabı yox. Amma mən çox istəyirdim ki, birin cavabı olsun. Və bu mətni, bu sualı eləyən adam orada çalışsın. Deməli, bu iki yoxdur. İsrafil bəy onu Alman diviziyasına başçılıq etməkdə məqsədi nə idi? Onların məqsədi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq. Bu üç var cavab. Dolayısıyla var. Mehdi niyə Sovet İttifaqına qarşı vuruşmaqda davam etmir? Əsirlikdən qaçır, bunun da cavabı yox. Yəni, biz onu bilir. Əvvəlcə Sovet İttifaqına qarşı vuruşur, amma sonra niyə qaçır, biz onu bilmirik. Yəni, görünür, inanmayıb da ki, Almanlardan, elə belə deyirəm, ehtimal edirəm. İnanmayıb ki, yəni, Almanların tərkibində SSR-yə qarşı vuruşmaq Azərbaycanı müstəqil eləyəcək və ya bu doğru addımdır. Sonradan görünür, buna inanmayıb. Amma bunun cavabı mətndə yox. Sovetlər niyə Məmməd Əmin Rasılzadə və İsrafil Bəyovun, orada da səhv yazmışam, öldürülməsi ilə bağlı Mehdiyə əmr vermişlər? Bu sualın cavabı var. Çünki onlar Sovet İttifaqına qarşı vuruşurlar da. Burada nə var ki, orada deyir ki, Mehdi də təklifi qəbul edir, Sovet İttifaqına qarşı vuruşur. Deməli, 5-in cavabı var idi. 3-ün cavabı var idi. Deməli, 1, 2, 4-ün cavabı olmayıb. Cavab C olub. Amma mən əslində istəyirdim ki, cavab Y olsun. Amma Y variantı çıxmadı. Çünki sizə bir daha vurğulayım ki, bəzən suallara cavab axtararkən elə yuxarıda axtarım yox. Bəzən gördüyünüz kimi riyazi hesablama ilə deməli 44-dən 26 çıxıb, əgər orada da 41-ci il zad yazılmış olsaydı, cavabı tapmaq mümkün idi. Gəldik, mətnə əsasən tezis, müddəa ola bilən fikirləri müəyyən edin. Əslində, mənim üçün bu tip suallar daha rahatdır. Mətndə cavab variantları içərisindən faktları çıxıram, yerdə qalan tezis olur. Sovetlər əmri yerinə yetirməyən Mehdinin ölümünə fətva verirlər. Bəli, fətva verirlər. Deyir ki, o hardadır? Deyir, partisanlıq 1900 yetirməkdən imtina edir. 1944-cü ildə növbəti əməliyyatdan geri dönərkən Sovet kəşfiyyatı Mehdini ələ verir ki, qoy ölsün. Deməli, bu orada var imiş, fakt imiş. Nəticə, bu bizim gəldiyimiz qənaət deyil. Sonra, deyir ki, müharibə Mehdi Hüseynzadənin həyatına gənc ikən son qoymuşdur. Burada bütün zalə müəllimə var. Deyir ki, mən E götürmüşdüm. Müəllim, orada mənim birazca diqqətsizliyim olub. Yəni, mən ürəyimdə E düşünsəm də, orada bu mətni balacalatanda nəsə o diqqətimdən qaçıb ki, orada 42-ci il ordu sıralarına qoşulma məsələsi deyil. Yəni, yazmışsınız, məsələni tutmuşdunuz, gözəl. Amma mənim burada yanlışım var. Demək, müharibə Mehdi Hüseynzadənin həyatına gənc ikən son qoymuşdur. Bu da bir faktdır. Çünki orada yazır 26 yaşında. Deməli, faktları çıxanda bizim 1, 3, 4-ümüz
Müəllimə soruşur ki, tezis gəldiyimiz qənaət, müddəa gəldiyimiz qənaət, bu mətndən çıxardığımız nəticələr. Mənim üçüncü sualı o cür başa düşmək lazımdır. Tezis dedikdə gəldiyimiz qənaət, yəni bizim mətndən çıxardığımız nəticə. Məsələn, bax belə deyək, siz bu seminardan sonra deyək ki, bir yoldaşınızla mənim haqqımda söhbət edirsiniz. Məsələn, desəz ki, ağsaqqal adamdır, bu faktdır, bu tezis deyil. Çünki siz gördüyünüzü demişsiniz. Amma belə deyək, biraz təvazödən şeylə ödəyib. Məsələn, belə təvazöndə qoyuram bura. Deyirsiniz ki, Başxaravın biri. Bax, bu sizin tezisiz. Və sizdən o anda soruşacaqlar ki, niyə o qənaətə gəldiniz? Niyə o fikrə gəldiniz? Niyə elə bir müddəa irəli sürürsünüz? Aha, onda siz hansısa faktları söyləməlisiniz. Demək, faktlar müddəa deyil. Gəldiyiniz qənaət. Və yaxud təvazödən uzaq olsa da bu əksini desəz ki, belə deyək, yaxşı müəllim. Yaxşı müəllim idi, mənim alnıma yazılmayıb. Bu dəfə siz onun faktlarını əsaslandırmaz ki, filan faktlara görə, filan deyək ki, nəyəsə görə deyirəm ki, yaxşı müəllim. Məsələn, müddəa, indi bizim bu oxuduğumuz, Mehdi Hüseynzadə ilə bağlı oxuduğumuz mətndən gəldiyimiz qənaət nələrdir? 1. Həyatda hər şey göründüyü kimi deyil. Doğru zənn etdiklərin səhv, səhv zənn etdiklərin doğru ola bilər. Bunu niyə o qənaətə gəlirik? Çünki Mehdi Hüseynzadə əvvəlcə Almanlara qarşı vuruşur. Sonra dönür Sovetlərə qarşı vuruşur. Sonra təzədən Almanlara qarşı vuruşur. Deməli, bu adam həyatda gördüyü şeylərin bəzilərinin doğru hesab elədiyini, səhv, sonra səhv hesab elədiyinin doğru olduğunu düşünür. Ki, belə qərarlar verir. Çünki o mətndə görür ki, adam gah o tərəfdən döyüşüb, gah bu tərəfdən döyüşüb. Deməli, həyatda hər şey göründüyü kimi deyil. Doğru zənn etdiklərin səhv, səhv zənn etdiklərin doğru ola bilər. Və yaxud 3 kişi var. Sonra Azad ruhlu, danışarıq. məsələn, 3 kişi var. Azad ruhlu insanları çərçivəyə salmaq mümkün deyil. Məsələn, biz görürük ki, Mehdini heç cür çərçivəyə salamır. Məsələn, özü təzədən gəlib Almanlara qarşı vuruşsa da, amma Məmməd Əmin Rəsulzadəni İsrafil Bəyovu öldürməyə qətiyyən razı olmur. Çünki onlar görünür, onların da o tərəfdən haqlı olduğunu düşünür. Özünün də bu tərəfdə döyüşməyində haqlı bilirmiş. Yəni, adamın bir azad ruhu var imiş, özü bildiyi kimi hərəkət edirmiş. Və yaxud 4-ə baxır. Həyatda elə situasiyalar olur ki, insanın qərar verməsində təbəddülat yaradır. Biz bunu da kimdə görürük? Mehdi Hüseynzadənin hərəkətlərində görürük ki, adam gah belə qərarlar verib, gah belə qərarlar verib. Deməli, həyatda elə vəziyyətlər var ki, insanın qərar verməsində təbəddülat olur. Bir dəfə verdiyi qərarı sonradan dəyişə bilir. Öz qərarlarının doğru olub olmadığını düşünə bilir. Yəni, müddəa, tezis, iddia bizim mətndən çıxardığımız qənaətlərdir. Deməli, 3-ün cavabı nə olur? 1, 3, 5. Keçdik 4-ə. Mətnin xülasəsi yazılarkən hansı cümlələrin istifadəsi məqsədə uyğundur? Məsələn, 2000, səhv eləmirəmsə, ya sertifikasiyada, ya da keçənki 2024-ün MİQ-ində bu sual 100% var. Müəllim, 3-ün cavabı B oldu, yoxsa D? Bəli, 3-ün cavabı B oldu. Onda 4 onu... Yox, B yox, D, 1, 3, 4. Ona görə deyirəm, siz 4'ü dediniz. Hə, 4, 1, 3, 4. Yox, 4'ü götürürük. Zülfiyə müəllimə 4'ü götürüb bağışlayın. Oradan kimsə B yazdı, mən də bir anlıq elə fikirləşdim. Mətnin xülasəsi yazılarkən hansı cümlələrin istifadəsi məqsədə uyğundur? Deməli, xırda faktları çıxırıq, çünki xülasə yığcam olur. Bu yerdə deyim ki, uşaqlara mən adətən belə deyirəm. Xülasə yazanda belə yazmaq lazımdır. İş cümləniz belə olsun. Filan mətndə filan şeydən danışılır. Filan şeydə nədir? Məsələn, bu mətn üçün mən xülasə yazsam, bunu MİQ üçün demirəm, bunu uşaqlar üçün deyirəm. Gələcəkdə şagirdləri öyrədəndə onlardan xülasə yazmaq tələb olunur. Bu cümlə ilə başlamaq daha gözəldir ki, məsələn, bu mətn üçün belə deyək. Bu mətndə Mehdi Hüseynzadənin həyat və fəaliyyətindən danışılır. Onun Almanlara əsir düşməsindən, əsir düşəndən sonra Sovetlərə qarşı vuruşmasından, yenidən əsirlikdən qaçıb
partizanlara qoşulub Almanlara qarşı vuruşmasından danışılır. O, partizanlıq fəaliyyəti zamanı Sovetlərdən Məmməd Əmin Rəsulzadəni və İsrafil Bəyovu öldürməklə bağlı əmr alır, ancaq əmri yerinə yetirmir. Ona görə də Sovetlər Almanların onu öldürməsinə şərait yaradır. Və sonra da mütləq qeyd edirəm ki, ölümündən 13 il sonra ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdir və qəbri Parisdədir. Bax, bu mətnin xülasəsi olur. İndi burada o mətnin xülasəsinə girə biləcək cümlələr hansıdır? Mehdi Hüseynzadə həm Sovet ordusu tərkibində Almaniyaya qarşı, həm də Alman ordusu tərkibində Sovetlərə qarşı vuruşmuşdur. Bir, bunu verə bilirəm. Amma Mehdi Hüseynzadə 26 yaşında həlak olmuşdur. Bu mətn üçün ciddi fakt deyil. Və yaxud Mehdi partizanlıq edərkən 200 tonluq benzin anbarını da partlatmışdı. Bu ciddi fakt deyil. Orada çoxlu o cür faktlar var idi. Məsələn, onu ümumiləşdirib belə demək olar ki, partizanlıq etdiyi dövrdə, burada da partizan sözünü çaşıb böyük hərfdən yazmışam, partizanlıq etdiyi dövrdə Almanlara böyük zərbələr vurmuşdur. Bax, belə bir cümlə işlətmək olar. Yoxsa 200 tonluq və yaxud nə bilim orada qayıdıram, mətni göstərirəm. Çoxlu fəaliyyəti var idi. 700 partizan və Sovet əsrini xilas eləmişdi. Qəzetin redaksiyasını partlatmışdı. Alman hərbi xidmətçilərinin yeməşxanasını, kino, teatrı. Yəni orada o cür çoxlu faktlar var idi. Onları deməyə ehtiyac yox idi. Amma bir də Mehdi Hüseynzadənin ölümünə səbəb məşhur həmvətənlərini öldürməkdən imtina etməsi olur. Müəllim, iki balaca faktı nədir ki? Zülfiyə müəllimə. Mehdi Hüseynzadə 26 yaşında həlak oldu. O nə boyda faktdır ki, bu mətində? Elə böyük bir fakt deyil ki, amma 3 böyük faktın ölümünün səbəbi var orada. Ölümünə səbəb məşhur həmvətənlərini öldürməkdən imtina etməsi olur. Müəllim, bir də 3-də, məsələn, müharibədə Mehdi Hüseynzadənin həyatını kənd içən son qoyulmuşdu. Onu tezis kimi götürə bilmirik biz. Mənim burada tezisdən söhbət getmir. Yox, 3-də. 3-də deyirsiniz. Bəli, Müharibə Mehdi Hüseyn həyatına gənc ikən son qoymuşdu. Mənim o faktı da 26 yaş gənc deyil ki. Siz oradan, yəni, orada zaten söz cümlə başqa cür deyilib da. Yəni o faktda, o sizin qənaətiniz deyil ki. Yəni o 26 yaş zaten gəncdir da. Yəni nətər izah edeyim? Fakt o. Yəni tamam fakt. Yəni o sizin gəldiyiniz qənaət deyil ki, 26 yaş. Yəni onu qənaət hesab eləmək nə qədər doğru. O fakt gənckən ölməz. İndi gəldik ən əsas məsələyə. Bunu sırf yazmışdım ki, KSG yarım il qiymətlərinin nə cür çıxarıldığını öyrənək. Və həm də... Müəllim, bir şey xahiş edə bilərəm. Zəhmət olmasa 1-lə 2-nin cavabını deyərdiniz. Biraz zənglərdə eşidə bilmədim. 1-2. Mətn işlədim sadəcə. Birin cavabı A, 2-nin cavabı oldu C. Amma dediyim ki, mən 2-nin cavabını Y düşünmüşdüm. Amma orada Mehdi'nin neçə yaşında orada sıralarına qoşulması cümləsi bir damcıda getməyib. Əslində mən bunun açar cavabının birdən bağlı olmağını istəyirdim, amma eləyə bilməmişim də orada. Mən Y götürdüm orada, 2-də Y götürdük. Çünki orada 1-də sual-cavab müəyyən etmək olur da, onun məsələn yaşını müəyyən eləyə bilirik, sillogizm qurmaqla. Bilirəm, mən də onu nəzərdə tutmuşdum, amma mənim o çox da dəqiq aydın olmur oradan. Yəni mənim səhifim. Yəni o tip, yəni yaşı müəyyən eləyib o faktları tapmaq, bu mətni deməli diqqətlə oxuyub siz başa düşürsünüz. Üçün də cavabını dedik ki... Baxdım, onlar düz eləmişik onlar. Çox sağ olun, müəllim, təşəkkür ederim. Sağ olun. 4-ün cavabını da B dedik. İndi gəldik 5-ə. Məsələn, belə deyək ki, mən belə sual düşsə cırlamaram. Deyərəm ki, tələb eləyirlər, tapaq. Müəllimə qutarırıq. Bir nəfər yazıb ki, nə vaxt bitir? 2 dənə də sual izah edirik, bitiririk. Demək, hesablama qaydasını mən sizə göstərəcəm. Gətirim hesablama qaydasını mən sizə. Onu bir dəqiqə. Bu sual burada var. Mən sadəcə 1-dən 2-ni izah edeyim. 3-4-ü qiymətlə bağlı hesablamalar zaten bu da var. Yəqin ki, çəkib götürə bilirsiniz, eləmi?
Burada uşaqların illik, yarım illik nəticələri var. Əvvəlcə cavabları var. Deyir, şagirdlərdən birinin nəticələrində sabit tendensiya müşahidə olunmur. Tendensiya sözünü hal, vəziyyət, gedişat, daha doğrusu gedişat. İndi səmaya baxıram. Səmada nə görürəm? Yüksələn xətt üzrə gedişat. Yüksələn xətt üzrə. Baxırsınızmı? 32, 53, 66, 82. Deməli, səmada var. Sonra adilə baxıram. 78, 66, 61, 52. Bunda azalan bir tendensiya var. Zəifləyən bir tendensiya var. Bunda da müşahidə olunur. 64, Təbrizə baxıram. 64, 72, 78, 88. Bunda da bir artan tendensiya var. Artan gedişat var. Amma zərifə baxanda görürəm ki, 55, 54, 51 təzədən qalxdı. 68. Bunda bir tendensiya yoxdur. Yəni, bu uşaqda birinci KSG-də balı biraz yüksək olub, azalıb, sonra təzədən riski qalxıb. Deməli, burada bir tendensiya yoxdur. Ona görə bu fikir düzdür. Bir, iki şagirdin müvəffəqiyyət göstəricisi yüksələn temp üzrə, bir şagirdin nəticəsi enən temp üzrə irəliləmişdir. Baxım görüm, düzdürmü bu? Deməli, iki şagirdin nəticəsi yüksələn temp üzrə. Deməli, səmada yüksələn tempdir, Təbrizdə yüksələn tempdir, adildə enən tempdir. Bu da düzdür. Deməli, bizdən nə istəmişdi? Doğru fikirləri. 1, 2, 1, 2. 1, 2 cavabı elə bircə yerdədir. 4-dədir, bir də 4-ə baxaq. Adilin KSG qiymətləri yüksək olsa da, yarım il qiyməti 3, zərifin KSG qiymətləri aşağı olsa da, onun yarım il qiyməti 4-dür. Baxaq, adildə 58,53 nəticə ilə qiymət bəli 3-dür. Onun necə hesablanmasını mən indi sizə izah edəcəm. Zərifin KSG qiymətlərinə də baxıram. Bəli, onun KSG qiymətləri aşağı olsa da, BSG qiyməti yüksək olduğu üçün 62 nəticə çıxıbdır və o 4 alıb, fikir düzdür. Bəs 3 niyə səhvdir? Deyir, Səma və Təbrizin BSG-dən aldıqları qiymət. Hamısı düzdür bunun. Bu görün. Burada bəli, təcrübə tünzali məlumat sözsüz ki, mühüm rol oynayır. Deyir, Səma və Təbrizin BSG-dən aldıqları qiymət 5 olsa da, təkcə Təbrizin yarım il qiyməti, Təbrizin yarım il qiyməti 5-dir. Baxın, bəli, burada cavab Y variantı idi. Burada cavab Y idi, hamısı düz idi. Burada yanlış fikir olmuyor. İndi, mən sizə qiymətlərin hesablanmasını deyirəm. 32 deyək ki, KSG-lərin ümumi balı çıxarılır, toplanılır. Sonra o 3-ə bölünür. Sonra da %40-a vurulur. Yəni 10-da 4-ə. İndi deyəsiniz ki, müəllim, biz bu riyazi biliklər, siz yəqin ki, kurikulumdan hazırlaşırsınız. Kurikulumun kitabının lap başında, AYİM-in kitabının lap başında əvvəlində yazır ki, müasir insandan 8 səriştə tələb olunur. O 8 səriştənin içində nələr var? Öz ana dilində mükəmməl danışmaq. Sonra nə var? Deyir ki, riyazi biliklərə sahib olmaq. Kompüterdə, texnoloji bu son İTK biliklərinə sahib olmaq. Sonra deyir, bir xarici dili az qala ana dili səviyyəsində bilmək. Sonra sosiallaşa bilmək, liderlik qabiliyyəti olması, elə bir şey var. Sonra, səhv eləmirəmsə, az qala deyəcəm ki, pul qazanmaq da var. Yox, orada pul qazanmaq yox. Yəni, bu cür səriştələr tələb olunur. Yəni, belə riyazi biliklərimiz də olmalıdır. İndi mən deyəndə ki, məsələn, deyək ki, birinci KSG, ikinci KSG, üçüncü KSG-ni toplayırıq. Sonra onları 3-ə bölürük. Sonra %40-a, yəni 10-da 4-ə vururuq, 0,4-ə vururuq. Sonra üstünə gəlirik BSG-nin %60-ına, yəni 10-da 6-sına və nəticədə ikinci yarım il qiyməti çıxmış olur. Yəqin ki, bunu belə çəkdik. Bu cür testləri eləmək üçün ən azı 10 dəqiqə vaxt lazım olur da. Bizim də həmən vaxtımız çox gedir. Ona görə bizə çətin gəlir. Mən bilən, bəli, MİQ-də ən böyük problem, ən böyük ədalətsizlik MİQ-də vaxtın azı. Bəli, bir dənə bax, mən ondan razıyam.
Yəni, yoxsa mix suallarının ağırlığı ilə bağlı mətndə suallar çətin düşür, mətn elmi mətn olur, publisistik mətn olur, nə bilim, qanun olur. Hə, onunla razılaşamıram, amma belə deyək, elə bilin, bəlkə sualları biraz azaldıq. Çünki 3 saatdan çox da imtahan vermək olmaz, 2 saat yarımdan çox imtahan vermək olmaz, adam başı dözməz. Hə, sualları biraz da azaltmaq lazımdır. Bəli, elə olsa yəni Sualları, çatdırmaq olar yenə. məsələn, kurikulumu götürüb müsahibəyə keçirtmək lazımdır, mənim ağlıma görə. Mənim yanaşmam belədir. Kurikulum zaten müsahibədə bizdən bizim pedaqoji bacarığımızın olub olmadığını yoxlayırlar. Ya da onu ayrıca keçirməlidirlər. Hə, olsun 40 sualdan az sualdan da imtahan vermək çətindir. 40 suala bəli 2 saat yarımı versinlər və ya 3 saatı versinlər. Bəli, çox rahat. Çünki belə suallar bəli, sözsüz ki, təhsil, Tunzalə müəllimə deyir ki, təhsil sistemimizin özündə müəllimələr belədir. Mən sizə bir şey deyim. Ölkənin indiki durumunda problem bilirsiniz nədir? O potensial özümüzdə yox. Sistem elə qurulub ki, dövlətimizdə, quruluşumuzda, bilirsiniz, hər kəs layiq olduğu yerdə deyil. Layiq olan, ona görə də nətərdir? Elə bir biraz ədalət, biraz səriştəsizlik, biraz yəni səviyyədən doğan problem. Mən açıq-aşkar görürəm ki, mən səhv bu müəllimi də aparıb ora qoysalar, mənim kapasitem, imkanım, gücüm çatmır ki, intellektual gücüm çatmır ki, daha ədalətli bir vəziyyət yaradım. Bilmirəm sizə nətər izah edeyim. Ölkədə düşünən başlar, o xüsusilə cavan intellektual uşaqlar ki var, onlara tapşırmaq lazımdır bu şeyləri 25, 30, 35 yaşında. Çox güclü gənclərimiz var, son dövrdə yetişmiş. Amma onlar heç bir ölkədə deyil. Hamısı çıxıb gedir, gəlmir. Çünki onlara yüksək maaş verilmir. Məsələn, belə deyək, mənə belə deyək, biraz yaxşı çıxmır deyil. Məsələn, ayda 3000 versələr və məni bu müəllimlikdən aralasalar, desələr ki, gəl bu işdən məşğul ol, hə, orada nəysə bəlkə bir ləyaqlı nəticə çıxarmaq olar. Amma ora aparılan müəllimlərə bilmirəm, bilirsiniz, bilmirsiniz. 100 manat, 200 manat, 300 manat. Yəni, MİQ imtahanını keçirən müəllim, o sualları bunkerə girən müəllim, 300 manatdan çox almır, mən biləm. Bəlkə də 200 manat alır. 300 manatı bir adama verginən və deginən sən 7000 müəllimə imtahan keçir ginən. 7000 müəllimə imtahan keçir və orada ədalətli ol. Adam 3 girdiniz, girib bunkerə, gününə 100 manat verirlər, 300 manat. 300 manatlıq işin nə dəyər olacaq? Məsələn, mən səhv bu müəllimi ora çağırsalar. Getmirəm axı. Niyə getmirəm? Deyək ki, mənim o müddətdə, deyək ki, abituriyentlərim varsa, hazırlığım varsa, 3-cü qrup, deyək ki, məsələn, mən hara qoyum gedim? Qoymuram axı uşaqlarımı, qoyub getmirəm axı. Niyə qoyum gedim ki? Zaten oradan da 300 manat alıram da mən. Mən niyə qoyum uşağı gedim ora? Niyə ora uşağıma dönüklük eləyim? Bu çox qəribə işlər var. Yəni, bu biraz, bilmirəm, çox yuxarıdan bulanır bu şeylər. Nəysə, mən bunu elə-belə, əslində, belə sual da düşməz, bu ağır sualdır. Ən azı belə düşünək. Ən azı 3 nəfər olmalı idi, burada 4 nəfər çoxdur. Mən sadəcə sizə həm də gələcək cavan müəllimlərə KSG və BSG-nin hesablanması, onu belə öyrətmək üçün, öyrətmək deyəndə biraz yaxşı çıxmır, yəni göstərmək üçün bu sualı verdim sizə. Sualların düz cavabı 4-ü bir də soruşan olub məndən. 4-ün cavabı nə idi? Biz dedik ki, 1-dən 3, B variantı idi 4-ün cavabı. İndi 6-ya da baxaq. Mətnə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Bu uyğunsuzluq bax qara hərfdəndir. Adətən biz belə testlərdə nə edirik? Düzə odaqlanır. Səbəb nəticə tapa-tapa gedirik. Amma bir də ayılıb görürük ki, bəs səbəb nəticə doğru olan variantı tapmışıq. Bizdən isə səhv cavab istəyir. İndi mətni oxumadan, oxumuram mətni, birbaşa cavabı deyirəm. Xeyr, 6-nın cavabı A idi. Burada bayaqlarım o süd içməklə bağlı danışdığım fikir var. Deyir ki, insan fəaliyyət göstərir, ətraf mühit
Bircə dəqiqə təkrar emaldan istifadə olunur. Demək, biz səhvləri seçəcəyik. Aha. Bir ekosistem çirklənir, iqlim dəyişikliyi sürətlənir. Bu fikir düz. Özdə burada da uyğun iş deyəsən, düz cavab yox imiş bu. Ay aman, qoy baxım. Ekosistem çirklənir, iqlim dəyişikliyi sürətlənir. Bu 100% düzdür. Burada yazıb ki, insan məsuliyyətsiz fəaliyyətindən ekosistemlər zərər görür, resurslar tükənir, iqlim dəyişiklikləri sürətlənir. Bu düz. Təkrar emaldan istifadə edilər, ekoloji problemlərin həllinə kömək olar. Bəli, burada yazıbdır ki, birinci addım olaraq sənaye, istehsalı və kənd təsərrüfatında ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq edilməlidir. Sonra deyir, təkrar emal, enerji effektiyi, təmiz enerji mənbələrinin keçid, ekoloji problemlərin həllində mühüm rol oynayır. İki də düzdür. Sonra üçdə yazıb ki, maarifləndirmə işləri aparılır, insan təbiətə qarşı aparılar, insan təbiətə qarşı məsuliyyətli olar. Bəli, burada tərsinə bir cümlə olsa da var idi ki, insanların təbiətə qarşı məsuliyyətli yanaşması üçün maarifləndirmə işləri genişləndirilməlidir. Bu fikirdə düz, yəni maarifləndirmə işləri genişləndirsə insan məsuliyyətlə yanaşar. Mən burada düz cavab yox imiş. Allah şükür, özüm oraya uyğunsuzluq qoyub, cavab variantlarını düzəndə uyğunluq düzmüşəm. Bərəkallah mənə. Müəllim, Bəli. onlar fikir bildirim. Məncə orada, bu testi siz özünüz hazırlamışsınız da, yəqin ki, müəllim. Bəli. Hə, orada əslində mən biraz düşündüm orada. Çünki deyir ki, orada insanın məsuliyyətsiz fəaliyyətindən ekosistem Bəli. zərər görür, resurs tükənir, iqlim dəyişiklikləri sürətlənir. Yəni biz bu nəticəni insanın məsuliyyətsiz fəaliyyətindən götürək. Ekosistem zərər görməsi, resursun tükənməsi, iqlim dəyişikliyi üçünün də səbəbini insan məsuliyyətsiz fəaliyyətindən götürsək, onda burada insan fəaliyyət göstərir, ətraf mühiti çirklənir də. Yəni orada ekosistem çirklənir, iqlim dəyişikliyi sürətlənir, səbəb nəticə kimi səhv götürmüş oluruq da onda. Bilmirəm fikrimi düzgün çatdırdım yoxsa yox. Yəni ekosistemin çirklənməsindən iqlim dəyişikliyi sürətlənir yox. İnsanın məsuliyyətsiz fəaliyyətindən 3 hal baş verir. Ekosistem zərər görür, resurslar tükənir, iqlim dəyişikliyi sürətlənir. Ona görə onu səbəb nəticə kimi götürməyə bilərik məncə. Müəllim, 4-də bir dənə baxaq. 4-də deyir, insan fəaliyyət göstərir, yox. İnsan fəaliyyətsiz, məsuliyyətsiz fəaliyyət göstərir. Bəli. Ona görə o da yanlışdır, müəllim. Elə bil burada, bu sualda 2 ilə 3 düzdür. 5 də yanlışdır. 2 ilə 3 düzdür. Onda əlimizdə 3 dənə yanlış qalır. Yüksək texnologiyalardan istifadə ətraf mühitə daha az zərər görər deyil. Orada yazıbdır ki... O da yanlışdır. Yanlışdır, qoy görüm orada. Təmiz texnologiyalardan tətbiq ətraf mühitə daha az zərər görməsin. 4-5 səhvdir. İndi gəldik 1-ə. Müəllim, iqlim dəyişikliyi sürətlənməsi, baxaq. Demək, resurslar tükənir, iqlim dəyişikliyi sürətlənir. Müəllim, burada... Səbəb insanın məsuliyyətsiz fəaliyyəti. O heylədir. Amma insanın əvvəlcə məsuliyyətsiz fəaliyyəti iqlim dəyişikliyinə birbaşa təsir eləməyib da. Ekosistemə zərər vurub. O cür yanaşdıq. Əslində o cür də düşündüm. Cavab tapmadığım üçün belə yanaşdım. Mən cavab tapmamışsınız. Səhv məndədir. Özüm oraya uyğunsuzluq qoymuşam. Cavab variantı düzəndə özüm uyğunluq kimi düzmüşəm. İndicənə dedim ki, axı, bu cür testlərin ən böyük çətinliyi odur ki, adam girir sualın içinə və uyğunsuzluq şərti yadından çıxır. Çünki biz səbəb nəticə axtarırıq. Sağ, sol. Səbəb nəticə, özüm eyni tələyə düşmüşəm. Yox, ekosistem çirklənir, iqlim dəyişikliyi sürətlənir. Bəli, əvvəl insan fəaliyyəti ekosistemi çirkləndirir. Sonra ondan sonra başlayır o iqlim dəyişikliyi başlamağa. Çünki o da birbaşa iqlim dəyişikliyi... Bəli. Müəllimələr, dinləyicilər, vaxtınızı aldıq. Əgər bir damcı faydamız sizə toxundusa, nə mutlu. Bilmirəm daha nə deyim, bu Time-in layihəsidir, siz bilirsiniz. Elə də öyle, mən də Time-də işlədiyim üçün onlar mənim qarşıma belə tələblər qoyanda, mən də çox məmnuniyyətlə yerinə yetirirəm. Çox məmnuniyyətlə, çünki bir damcı kiməsə faydamın toxunduğunu
düşünəndə rahat oluram. Burada müəllimə bir də deyir ki, 5-i izah eləmək. Müəllimə bir dənə yazın görüm, siz 5-də nəyi, bu hamısının düz olmasında nədə problem yaşadınız ki, mənə deyirsiniz ki, onu bir də izah edeyim. Deyin görüm. Siz bura yazın, mən də fikrimi deyim. Bax, nə qaranlıq. Tendensiya gedişat deməkdir. Sabit, yəni dəyişməz gedişat. Burada biz 3 uşaqda artımın gedişatını görürük. Artımın gedişatını. Artımın gedişatı. Bax, səmada 32, 53, 66, 82. Bu tendensiya sözü gedişatdır. Artım gedişatı görürük. Adildə enim gedişatı görürük. 78, 66, 61, 52. Elə azala-azala gedib uşağın nəticəsi. Təbrizdə yenə artım gedişatı görürük. Tendensiyası 64, 72, 78, 88. Amma zərifdə müşahidə olunmur. Zərifdə enir, sonra qalxır. Yəni bu bir gedişat deyil da, yəni bəlli bir gedişat deyil. Aha, sonra burada belə bir sual. Mən sizə dedim ki, Taimin layihəsidir bu. Yəni Taim belə bir. Mən də uyğunlaşdıra biləndə eləyirəm. İndi bunu Taimlə maraqlanırsınız. Elə də öyle. Yəni mənə də belə uyğun olanda, düzəldə biləndə olur. Yəni belə keçirəm. İndi dəqiq bilmirəm ki, nə vaxtda nə planlaşdırırlar. Gələn həftənin bu günə ədəbiyyatdan bədii təsvir və ifadə vasitələrindən bir dənə seminarımız olacaq. Xüsusilə təşbih, epitet, metafor, metonimiya. Bu dördünü bir-birindən Zülfiyə müəllimə soruşur. Müəllim, bunun biraz bəsit forması düşə bilir. Belə yox. Burada ən azı 4 dənə olması çoxdur, olması ilə. 4 dənə olması çoxdur. Qətiyyən düzgün deyil. Yəni mən özüm elə belə sadəcə olaraq. Amma bu cədvəldə bu artım tendensiyası filan. Mən burada çətinlik bilirsiniz nədir? 3-dən 4-cü suallar çətinlik yaradır. Bu 3-dən, məsələn, mən bunu başqa cür eləyə bilərdim. Yəni 3-dən 4-ü dəyişərdim ki, yəni bu KSG-nin hesablanmasına ehtiyac olmasın. Amma artım tendensiyası, sabit tendensiya, bu cür cədvəl sualları düşəcək inşallah. İnşallah deyəndə, yəni biraz mənim əlaqələrim var, demişdilər ki, belə tip sual salacaq. Sadəcə o sualları hazırlamaq olmur. Məndən də istəmişdilər, dedim ki, valla mənim şeydir. Da yəni bu modeli quramıram. Məsələn, mən başqa sual tipi də göstərərdim, istəmirəm əlimdəki o sualların hamısını verim. Yox, siz Zülfiyə müəllimə narahat olmayın, belə hesablama düşməyəcək. Amma bu artım tendensiyası, azalma, uşaqların bir-birindən müqayisəsi o cür düşə bilir. Uşaqların bir-birindən müqayisəsi, məsələn, belə ola bilər da, BSG qiymətindən, məsələn, yəni müqayisə düşür. Siz cədvəldən qorxmayın, asan olacaq. Cədvəl görəndə qorxmayın. Yəni, amma hesablama düşməyəcək. Mən bunu sırf burada cavan müəllimələr varsa, hələ müəllim işləməyən şəxslər olacaqsa, onlar yarım il qiymətlərinin hesablanmasını bilsinlər deyə bunu bura əlavə eləmişdim. MİQ-i nəzərdə tuturam da, MİQ-də cədvəl sualları gözlənilir. Sxem sualları gözlənilir. Belə şeylər gözlənilir. Hazırlaya biləndə, bazada olanda salacaqlar. Çünki elə bir qərar olub artıq. Amma sadəcə əllərində material yox. Demək, dəyərli dinləyicilər, icazə verirsə yekunlaşdıraq. Yox, əgər belə deyək ki, sualınız varsa, nəsə sizə maraqlı, ümumiyyətlə mətnlə bağlı ya qeyri-bağlı. Ürəyinizdən nə keçirsə, mən sizin bu dəqiqə huzurunuzdayam. Soruşa bilərsiniz. Mən də çox məmnuniyyətlə bildiyimi deyəcəyim. Buyurun. Müraciətlərinizi ya mənim nömrəm var idi. Mən axırıncı dəfə link atan mən idim, mənim nömrəm idi. Oradan özümə də nəsə yazıb soruşa bilərsiniz, Taimdən də soruşa bilərsiniz. Deyirəm, istəyirəm, deyəm ki, Allaha əmanət olun. Sağ olun. Sağ olun müəllim.
Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun Sağ müəllim. olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun.